Və bu mövzuda da indi avtomatlaşdırma mövzusuna da indi sözü verək Fuad bəyə. Fuad bəy davam eləsin. Gürültülü alqış, gürültülü. Yəni, digər spikerlərimiz çox zəif alqışlayırsınız. Okey. Bütün hər birinə. Təşəkkürlər, minnətdaram. Qiyabi olaraq artıq demək olar ki, çoxunuzu təqribi tanıdım. İxtisas olaraq daha çox marketing, sahibkar və s. və 90% artıq süni intellektdən istifadə edir auditoriyada. Bir dənə sual verəcəm. Süni intellektdən çox adam kontentdə falan, mətndə və s. istifadə edir. Bəs avtomatlaşdırmada istifadə edən kimsə varmı? 1, 2, 3, 4, 5, 6, 7. Allah. Okey. Çox az. Necə? Elə bildim kimsə nəsə deyir. Elə bu səbəbdən mən düşündüm ki, bugün avtomatlaşdırma mövzusunla biz danışaq. Sadəcə bir şey nəzərə alın ki, mən burada necə qurulduğunu göstərməyəcəm. Mən sizə nələrin mümkün olduğunu göstərəcəm. Mən özüm tədrisi çox sevirəm və uzun müddətdir ki, rəqəmsal marketinq tədris edirəm. Və orada əsas vizyonum nələrin mümkün olduğunu insanlara göstərməkdir ki, artıq gedin, araşdırın, tapın, özünüz eləyin. Sadəcə bilin ki, mənim gücüm və imkanlarım bu alətlər vasitəsilə hara qədər gedib çıxa bilər. Belə, bunları danışacağıq. İstifadə etdiyimiz alətlər adətən N8N və Zapier və bir neçələri olur. Bunlar sadəcə ən məşhurlardır. Bizə orada imkan verir ki, biz bir neçə nələrisə prosesləri avtomatlaşdıraq. Burada danışdığım şeylər rəqəmsal marketinqə, çox hissəsi rəqəmsal marketinqə aid deyil. Nisbətən aid deyil. Yəni reklamlardır və yaxud saytda nələrsə eləməkdir yox. Bu daha çox şirkətin proseslərini avtomatlaşdırmaqdan söz açmışam burada daha çox. Baxın, təqribi burada çox qısa göstərir. Zaten bunu detallı görməyinizin bir adı yoxdur. Sadəcə bu sxemlərdir və avtomatlaşdırma belə işləyir. Onu göstərmək istəyirəm. Bu formatda sxemlər vasitəsilə nələr etmişik? Məsələn, bir şirkətdir. Burada nümunəsini çəkdiyim şirkətlər həm xarici şirkətlər də var, Azərbaycan şirkətləri də var. Daha çox xarici şirkətlərdir, xidmət sektorudur, sağlamlıq sektorudur, bir də alış-veriş kimi bəzi sektorlardır. Bu şirkətdə biz şirkətin finans hesabatlarını bu AI agentlər vasitəsilə avtomatlaşdırmışıq. Bir reception var, tutaq ki, bu bir mağazadır. Ora müştərilər gəlir və müəyyən xidmətlər və eyni zamanda məhsullar alır. Burada həmin reception bu gün hansı məhsullar alınıb, kim promokodlardan istifadə edib, neçə dənə alınıb, kim satıb kimi bəzi məlumatları qeyd edir. Sonra AI gəlir, bunu bir Google Sheet-dən götürür. Bizim aylıq, rüblük və illik hesabatlarımız var. Oraları doldurur ki, bu gün bu məhsul bu qədər sayda filankəs tərəfindən filankəs qədər satıldı. Və günün sonunda həmin hesabatlar gedir, günün sonunda həmin hesabatlar gedir başqa bir ikinci AI agent tərəfindən doğrulanır. Həqiqətən bu reception bizim bu verdiyimiz formulalar əsasında düzgün hesablayıb. Ola bilər bir məhsuldan 2 dənə yazıb, amma gedir ambara yoxlayır ki, ambarda bu məhsuldan bugün 2 dənə yox, 1 dənə satılıb, səhvdir. AI bunu özü düzəldir. Daha sonra bu proses bitəndən sonra başqa bir AI gəlir. Bu bütün sheetlərdə olan dataları bir sahibkara göndərir. Eyni zamanda filialların rəhbərlərinə göndərir. Ki, bugün sizin filialda bu qədər satış oldu, filankəs bu qədər satış elədi və bu qədər pul qazandınız. Eyni zamanda burada bir AI da var bundan əvvəlkində. Həmin AI-ya sahibkar Telegramda, baxın burada pointer, yəqin ki, budur. Burada bir Telegram məsələsi var. Bu Telegramda sahibkar özü sual verə bilər. Bugün niyə bu qədər az satış oldu? Və yaxud bugün Fuad nə qədər satış elədi? Babaxan nə qədər satış elədi? O çıxardır, Fuad bugün bu qədər satış elədi. Bu keçən aya nisbətdə bu qədər az idi və prediction da var. Ki, gələn həftə Fuad nə qədər satış eləyə bilər son ayın tendensiyasına əsasən və AI Telegramdaca ona bir maraqlı cavab verir. Başqa bir AI gəlir, eyni zamanda kassaları yoxlayır. Ola bilər ki, bugün hansısa işçi avans götürüb kassadan,
və bunu yoxlayır ki, bu günün sonunda gəlirlə xərcimiz üst-üstə düşürmü və dünənə əsasən nə qədər olmalıdır? Əgər problem varsa, kassa administratorlarının Telegramda bildiriş edir ki, qardaş, problem var, get bir dənə araşdır, gör kassada pul niyə azdır. Bunu hamısını AI edir bu arada, bu qurulmuş sxemlər vasitəsilə. Sonra şirkətə fakturalar gəlir, başqa şirkətdən alınan xidmətlər və s. e-mail vasitəsilə. AI götürür o e-mailləri, yığır bir dənə drive-a, bir arxiv saxlayır. Elə fakturalarda olur ki, poçt vasitəsilə gəlir, e-maila gəlmir. O zaman bu əməkdaşlar tərəfindən Telegramdan bota göndərilir. Bot götürür o AI-yı həm arxivə tullayır, həm də e-maildakı və poçtdakı bütün fakturaları oxuyur, xərcləri, şirkətləri və alınan xidmətləri bir şita tullayır. Və şitdə də biz arxiv yığırıq, sabah onun vergiləri və s. falan belə hesabatlar çıxartmaq olur. Hansısa faktura tapılmayanda belə bir dənə AI var, ona əmr verir ki, get bunu axtar e-maildan. Gedir 10 ilin bütün e-maillarına baxır, tapır, bizə yığır. Sonra belə sadə e-mail var ki, avtomatlaşdırma var ki, rəqiblər sosial şəbəkədə post paylaşında bizim Telegrama gəlir ki, filankəs bu şəkildə paylaşdı, xəbərin olsun. Belə sadə. Sonra əməkdaşların işini asanlaşdırmaq üçün bir drive var. Ora şəkillər yüklənir və AI o müxtəlif şəkillərdən analizlər çıxardır ki, bu şəkillərdə nələr var. Bir şirkət IPO, yəni şirkət stoklarının satış alışlarını eləmək üçün belə bir dənə avtomatlaşdırma qurmuşuq. Burada keçən dövrdə eləmiş IPO eləmiş şirkətlər, yəni o hissələrini satışa çıxartmış şirkətlər və yaxud gələn həftə hansı şirkətlər gözlənir? Məsələn, bu il nə bilim Elon Musk'ın hansı şirkəti SpaceX tutaq ki, eləyəcək, gözləntilər budur deyə bir avtomatlaşdırma. Çatdırılmaq üçün belə bir AI avtomatlaşdırma var ki, gedir Google Sheet-də baxır ki, məhsul çatdırılıb ya yox. Əgər çatdırılmayıbsa, gedir DHL-in saytına, onun tracking kodunu buradan götürür, bura yazır. DHL əgər desə ki, bu məhsul çatdırılıb, AI qayıdır Sheet-ə, deyir ki, bu məhsul çatdırılıb və biz artıq rahat şeyi görürük. Sağlamlıq sektorunda belə bir avtomatlaşdırma var ki, həkimlər və yaxud bir neçə doktorlar pasiyentlərlə müəyyən onlayn Zoom meetinglər edirlər. Bu ingilis dilində və yaxud Google-un və yaxud digər daha çox yayılmış dillər, rus dili, ingilis dili, italyan, ispan və s. Orada 1 saatlıq bir görüş olur Zoom-da. AI bütün bu görüşün transkriptini çıxardır mətnlər formatında. Özü analiz eləyir. Görüşün sonunda götürür bu bütün danışıqlardan müəyyən tasklar hazırlayır ki, filankəsə aid belə bir task var, filankəsə aid belə bir task var. O tasklar departamentlər arasında bölünür və hər kəs bu görüşdən o notlar və s. çıxır. Hansısa pasiyentə nəsə göndərilməlidirsə, pasiyent artıq bizdən qeydiyyatdan keçib. Onun e-maili bizdə var, welcome mesajı gedib və s. AI eyni həmin görüşdən sonra həmin adamın e-mailini tapır və ona fayllar göndərir, reseptlər göndərir və s. Təbii ki, bu həkimlərin bazasına əsasən ki, bu xəstələrə adətən bu reseptlər getsin deyə belə bir şey. Eyni şirkətdə bir dənə task bölməsi var ki, müxtəlif departamentlərə task istəyirlər. Tutaq ki, satış, marketingdən nəsə istəyir standart olaraq. Və belə bir Google forum var. Girib forumu doldururlar ki, mən bunu istəyirəm, belə-belə olsun, belə-belə olsun. Və həmin AI bu problemin və bu tapşırığın daha doğrusu gəlirlilik səviyyəsinə, vaciblik səviyyəsinə və müştəriyə lazımlılıq eyni zamanda komandanın yükünün nəzərə alaraq ya notification göndərir, ya girir task managementdə tutaq ki, Asana'da bir task yaradır. Sonra da həmin departamentlərə onu forward edir ki, bunu eləyin. Bu çox vacibdir. Bu qeydiyyat məsələsidir, avtomatik kontrakt və s. Bu da bayaq danışdıqlarımın bir çoxudur. Demək olar ki, müştəri qeydiyyatdan keçdi, o göndərildi, bu göndərildi və s. Qısa olaraq da son 2 dənə də rəqəmsal marketinq tərəfindən deyəcəm ki, məsələn, mən öz video dərslərimin reklamında Cloud ilə müəyyən avtomatlaşdırmalar eləmişəm ki, bu mətnləri yaz, gir, əgər CTR belə olarsa, ad seti kopyala, təzə ad set yarat, təzə başqa reklamlar mənə təklif et və s. Bunu da belə avtomatlaşdırılmış istifadə edirəm. Eyni zamanda bayaq Babaxan yoldaşımızın danışdığı o SEO məsələsində bu Sağlam Yaşa saytımda da belə bir AI var ki, mən ona
deyirəm ki, qardaş, get mənim saytımı SEO audit elə, Excel kimi tasklar çıxart və bunu hər gün saat 9-da mənə təzədən ver. Bu da belə working yazır, sonra belə bir cavab gəlir ki, bu gün 3 mayda nə bilim belirlədim, 14 dənə problemim var və s. və s. Növbəti mərhələdə isə onu da eləyə bilirəm ki, deyirəm qardaş, get indi bunu həll elə, sayta yüklə. Belə. Təşəkkürlər dinlədiyiniz üçün. Oldu. Çox sağ olun Fuad bəy, təşəkkür edirəm. Buyurun.